Keçdiyimiz bu bütün məsələlər hamısı qeybi məsələlərdir. Qeybi məsələlər olduğuna görə, baxın, bayaq dedik, insanın bu dünyada qıldan nazik bir körpünün varlığını belə təsəvvür etməsi mümkün deyil. Onu bunu təsəvvür edə bilmir. Çünki insanın təsəvvüründə belə bir körpü əslən yoxdur. Aydındır. Hələm qaldı ki, o körpünün üstündən keçmək. Yəni, qiyamət əhvalı tam ayrı bir şeydir. Və təsəvvür edin, dünya həyatı insana necə uzun gəlir. Adi bir şeydir, cılız bir şeydir, heç nədir, yoxdur. Lakin bir nöqtədir, zaman baxımından götürsək, heç nədir yəni, dünya həyatı. Amma gör, necə tutunub qalıb. Və elə bilir ki, o ölməyəcək. Çox qəribədir. Amma hamı bilir ki, öləcək. Bunu məsələn, bu ab-hava var. İndi adi bir misal deyim. Bu bizə hədislərdə gəlsəydi, buna diqqətlə qulaq asın. Elə bilir ki, dünya həyatında deyilik biz. Başqa bir yerdəyik. Və bizə hədislərdə dünya həyatı barədə bir məlumat gəlir. Ki, orada insanlar yaşayırlar. Və hər kəs 50 il, 60 il yaşayır və yaşayan hamı mütləqdir ki, ölür. Və bunu hamı görür. Ölənləri insanlar öz əlləri ilə bastırırlar. Lakin o yaşayan insanlar elə yaşayırlar ki, elə bilirlər ki, ölməyəcəklər. Amma həm də bilirlər ki, öləcəklər. Və bu necə olur? Bunu insan başa düşməyəcəkdir. Amma biz onu yaşayırıq. Allah bizi onu yaşadır. Elə deyə yox. Yəni, məntiqə qaytarsa, bu zidmiş kimi görünür bir-birinə. Və həmin ziddiyyətin içərisindəyik biz. Dünya həyatı budur. Biz elə yaşayırıq ki, elə bilirik ki, ölməyəcək. Amma hamı bilir ki, öləcək. Başa düşürsünüz bunu? Biz bunu yaşayırıq. Hələ bu dünya həyatıdır. Dünya həyatından qabaq, ana bətnində, görün, uşağı Allah Azza və Cəllə necə yaşadır. Onun xəbəri yoxdur orada. Ona görə ayədə gəlir ki, biz sizi analarımızın bətnlərindən heç nə bilmədiyimiz halda çıxartdıq. Özü də suyun içində. Özü də suyun içində. Halbuki insan dünya həyatında suyun içində ölür. Ana bətnində suyun içərisində yaşayır. Bir-birinə tam zid şeylərdir ya. Hələ bu bizim gördüyümüz, bildiyimiz şeylərdir. Gör, insan üzərində bu qədər ziddiyyətləri Allah bizim gözlə gördüyümüz halda, yaşadığımız halda necə cəm eləyib? Yer kürədir, həm də düzdür. Bu misala bir şey çəkirəm. Elə bil ki, yer üzünü görməmişik. Bizə bir hədisdə gəlib və bir ayə gəlib, yer üzü barədə. Hədisi oxuyursan, ayəni oxuyursan ki, o kürədir, kuradır. Bir ayədə, bir hədisdə oxuyursan ki, o düzdür. Həmən bir də təhlil nə deyəcək? Ha, buna baxı, Allah Rasulunun adına hədislər uydurublar. Burada deyir kürədir, burada deyir düzdür. Amma haqq əhli nə deyəcək? Deyəcək, görməmişik, bilmirik, amma iman edirik. Elə deyə yox. Və həmin o zid kimi görünən şeyin üzərində yaşayırıq. O kürədir, həqiqətdə və o düzdür. Onun üzərində yaşayan onu düz bilir. Amma onun həqiqəti budur. Allah Azza və Cəllə bundan da əzəmətli şeylərə qadirdir. Bu hələm bu dünyada bizim gördüklərimizdir. Ona görə axirət əhvalları ki var, o şeylər qeybi məsələlər. Bu dünya şeyləri ilə ölçülmür. Keçən dərslərin birində biz İbn-i Teymiyyə Rahmetullah Aleyhdən bir misal verdik. Ruh misalı. Ruh insanın bədənini tərk edir, həm də bədəndədir. Əslində insan yatanda ruh onun bədənini tərk edir ya yox? Ayə və hədislərə tərk edir. Ola bilsin onun ruhu səmalarda dolaşır. Səmalardadır ruhu. Həm də bədəndədir. Bu necə olur? Bilmirik. Amma olur? Olur. Çünki bu belə olmasaydı o ölərdi. Belə olmadığına görə ölmür. Və bütün bunlar bizim yaşadıqlarımızdır ya. Ona görə bidət əhlinin ən böyük müsibəti nədədir? Hə? Qiyasul qaib alə şahid. Qeybi məsələləri
bu dünyada gözlə gördükləri şeylərlə, dünyəvi qaydalarla müqayisə etdiklərinə görə problemləri buradadır. Başa düşməyiblər ki, bu dünyanın öz qaydaları var. Ahirətin öz qaydaları. Elə hətta bu dünyada belə, necə oldu ana bətnində uşaq suyun içərisində yaşadı. Bir də görürsən ki, uşaq ana bətnində tələf olur. Niyə? Suyuna mikrob düşdüyünə görə, suyu azaldığına görə. Allahu Ekber. Tam əksinədir. Bu dünyanın qanunları ya. Ana bətnində uşaq su ilə yaşayır, suyun içində. Onsuz mümkün deyil. Amma dünyaya gələndən sonra suda o yaşaya bilmir, ölür. Ana bətnində Allah insanı su ilə yaşadır. Bu dünyada isə su ilə öldürür. Deməli, ana bətnində olan insanın həyatı üçün nizamlanan qanun, bu dünyada olan onun yaşamı üçün tələb olunan qanunlar da eyni deyil. Hələ bu dünyanın içidir bu. Bu dünyanın içidir bu. Bu ələm gördüklərimizdir. Müşahidə etdiklərimizdir. Göründü axirət, qeyb. Elə bu dünya ümumiyyətlə müqayisə olunmur. Fikir verirsiniz. Qiyamət günü. Bir gün, və bu həm sünnədə gəlir, həm də Quran ayəsidir. Bizim hesabladığımız 1000 ilə bərabərdir. Bu necə olur? Bu necə baş verəcək? Allah bilir. Amma belə olacaq. Yəni, keçən bir gün bizim bu dünyada hesabladığımız 1000 ildir. Və Allah dərgahında elə bir məqam var ki, orada bir gün 50.000 ildir. Bu dünyanın qaydaları ilə, bu dünyada gördüklərimizlə müqayisə olunmayan şeylərdir ki, biz bunları vəhy ilə bilirik. Müşahidə ilə yox. Çünki elm insanda bir yolla hasil olmur. Elm var insanda müşahidə ilə hasil olur. İnsan görür, bilir. Elm var insanda təcrübə ilə hasil olur. Təcrübədən keçirir, bu dərman bunun üçündür, istifadə elədim, təcrübədən bunu bildim. Və bir də elm insanda xəbər ilə hasil olur. Həm bu dünyaya aid, həm də axirətə. Həm qeybə, həm də digər məsələlərə. Yəni, elmin insanda hasil olduğu şeylərdən, yəni elmi insanda hasil edən şeylərdən birisi də xəbərdir. Hətta bu dünyada. Məsələn, sən oturmuşsan bir yerdə, bir nəfər gəldi, tanımadığın birisi deyir ki, filan yerdə qəza olub. Üstündən bir dəqiqə keçdi, başqası gəldi, tanımadığın birisi, o adamla əlaqəsi olmayan başqa birisi. Deyir ki, o yerdə qəza olub. Belə 5 nəfər, 10 nəfər, bir-birlərini tanımayan adamlar sənə deyir ki, filan yerdə qəza olub. Səndə yəqinlik əmələ gəldimi ki, orada qəza olub? Olub. Hətta görmədiyin halda, and içə bilərsən ki, orada qəza olub. Çünki əminsən, yəqinsən artıq. Düzdür. Bu yəqinlik aynul yəqin deyil. Gözlə görülən və bununla hasil olan yəqinlik deyil. İlmul yəqindir. Elmlə, xəbərlə hasil olan yəqinlikdir. Hətta yəqinliyin də dərəcələri var. Hətta bu dünyada belə ola bilsin səndə bir şey, yəqinlik hasil ola, səndə bir şey barədə elm hasil ola, bu təcrübə ilə yox, müşahidə ilə yox. Təcrübədən keçirmədiyin, heç gözlə görmədiyin şeylə, nə ilə? Xəbərlə. O maşının qəzaya düşməyini biz gözlə görüb bildik. Yox, bizdəki o yəqinlik, elm nə ilə hasil oldu? Xəbərlə. Bu dünyada belədirsə, həmçinin də qeybi məsələlərdir. Qeybi məsələlər barədə bizdə olan yəqinlik və elm xəbərlə. Hansı xəbərlə? Quran və sünnə nasları ilə, vəhy ilə sabit olan yəqinlik və vəhy ilə sabit olan elmdir. Aydındır? Barakallahu fikum.